müharibə sürdürür, məhkəmələr hərəkət etsin. Hakimiyyəti qollara ayrılır və 3 qoldan bir məhkəmə hakimiyyətinə belə bir anlayışdır. Ədalət mühakiməsi geniş mənada insan hüquq pozulduğu baxımdan onun barəsində qərar icra olunan dövrə qədər olan geniş bir dövrə həddədir. Hətta bəzən Konstitusiyada hər kəsin onun işinə yenidən təkrar baxılması hüququ var. Yuxarı məhkəmələr vasitəsilə bununla yekunlaşmış. Vergi qoyur. Amnistiya, yəni cəzanı bu hüquqlardan istifadə edilmək vasitəsilə və hətta bununla da yekunlaşmış, cəzasının çəkilmiş, yəni ona təyin olunan cəzanın azaldılması hüququ üçün müraciət etmək hüququ var. Yəni, baxmayaraq ki, məhkəmə yekun qərar qəbul edildi, ali məhkəmədə qüvvədə saxladı, kiməsə 8 il iş verildi, adamın hüququ var ki, 4 ildən sonra müraciət edilsin ki, mənim cəzanı xahiş edilən müqümləşdir. Görürsün, hələ bir iş üzrə baxsınız, 4 ildə adam cəzasını çəkə-çəkə, bundan sonra da bu ədalət mühakiməsi prosesini bitirmir. Yenidən bir icraat başladı. O icraat, hətta, məsələn, ədəbiyyatda var ki, məhkumluğu ödənilənə qədər bu proses davam edir. Niyə? Ona görə ki, məhkumluq özü də kimlərəsə hansısa bir məhdudiyyət yaradır. Hansısa hüquqlardan səni məhkum edir. Yəni, ədalət mühakiməsi belə geniş bir prosedurdur. Ədalət özünədir. Mühakiməsini bildik. Hamımız baraqdan istədilən bir sözlərdən biri elə oldu ki, ədalətli baxılmalıdır, ədalətli qərar çıxarılmalıdır. Bu adam adı deyildir, müğayinə aşağı qalırıcı gəlməsi. Kimin ədalətlə bağlı bir fikri var. Ədalətli qarşılama nə olmalı? Yəni, nəkər ədalət olmalı? Mənim üçün ədalətli olması üçün bir ədalət istəyir. Əlbəttə ki, ədalət anlayışı biraz da vicdan anlayışıdır. Üst-üstə düşür, hər kəsin vicdan anlayışı, onun ədalət anlayışını ölçür. Ancaq Aristotel belə fikir ifadə etmişdir, ədalət anlayışına bağlı ki, hər bir kəsə bir buğdanı bərabər sayılır. Yəni, sizə də 2 kiloqram, sizə də 2 kiloqram versək, bu bərabərlik sayılır. Ancaq sizə də lazım olan qədər, sizə 3 kiloqram lazımdır, digər şəxsə 5 kiloqram lazımdır. Belə versək, bu artıq ədalət anlayışıdır Aristotel üçün. Ki, mən bu anlayışda müəyyən qədər qatılıram. Bəli, hər kəsə... Yəni, necə hər kəsə 2 kiloqram buğda verək, yoxsa öz 2 fərqləndirək? Lazım olduğu hüquqları, pozulan hüquqlarının bərpası. Yəni, məsələn, siz bu hüququnuz pozulmayıb, ancaq o şəxsin pozulub. Qeyd elədik ki, hansı ki, pozulduğu halda məhkəməyə müraciət etmək hüququ bu belə deyildir. Yəni, hansı bir haqqın tanınması olsun. Məsələn, adam etikasını ki, onu sizə gedir müraciət edir ki, mən etikamı itirmişəm, tanıyım. Bu da hüquq deyildir, məsələn, etikam. Pozulması nəticəsində deyil, onun hüquq pozulmadı, sadəcə o bərpa Hüquq və azadlıqlarının müdafiəsi ilə birisi bura daxil olmalıdır. Təkcə pozulmaq yox, müdafiəsi ilə daxil olmalıdır. Bəli. Və hüquq sahəsi kimi heç bunu nəzərdən keçirən olubmu? Bu hüququnuz pozulmayıb, ancaq o şəxsin pozulub. Mən hər ikinizə eyni münasibət göstərsəm, bu ədalətsizlik olur. Çünki o hüququnuz pozulmuyor. Yəni, ədalət dediniz vicdan anlayışdır. Bəli, vicdan anlayışına... Başqa nə kateqoriyası var ədalətin? Sosial ədalət. Mühələkət ədalətin özünü tapar, sosial iqtisadi hissələrə keçərik. Hələ mühakiməsini qutara bilməmişik. Ədalət ümumiyyətlə özünü görə sağlayın, tam müəyyən sistem formunda bütün kabinetlərdən formalanlar verə bilməyəcək. Düzgün hərəkətin içərisində fikirlər təqdir olur. Mənə görə ədalət ümumiyyətlə bir mübahisə yazmaq və seçkilə yazmaq İnsan öldürmək ədalətdir, deyil mi? Heç bir halda. Bəzi ədalət. Zəruri müdafiə, bəzi zaman o çox daha çəksinədə deyil, bir yanaşmada yox. Başqa şey etmək istəyirəm. Yəni, bütün tərəflərin mənafelərinin nəzərə alınması kimi mən çox xarakterizə edirəm. Yəni, hər bir tərəfin həmin götürülən halda hüquq tətbiq edən şəxsə görə və qanuna görə, həm daxil qanuna görə, hansı orada deyilən varsa, hər biri nəzərə alınsa, bu Onda gəlin ədalətli ölçmək üçün belə bir misalların üzərindən gedək.
Böyle bir məşhur misal var, mən bəlkə də eşitmişsiniz. Qatar gedir və qarşıda 5 nəfər işçi işləyir. Gedib onları vurub, hamısını öldürəcək. Bir nəfərdə sola bir yol var. Orada da bir nəfər işləyir. Hansı istiqaməti seçərsiniz? Maşinistsiz. Tormuzu da işləmir. Bir nəfəri. 5 nəfərin mənafeyi, 1 nəfərin mənafeyi. Yəni 5 nəfəri seçən var. Gəl belə. Belə baxsaq ona olacaq ki, təmiyyət baxımı. Yox. Bax, burada fakt. Siz 5 nəfərin üstünə gedərsiniz. Yox. Yox, ədalətlə araşdırılır. Sadəcə olaraq indi belə bir test aparılır da. 5 nəfərin üstünə getmədi işin. Amma bir nəfəri seçdik. Ya da bir nəfər öldürək. O bir nəfər məsələn, ailəsi üçün çox vazifəli adam. Qanundur, qanundur. İndi bunu dəyişək. 5 nəfəri keçmədik, hamı sürdü bir nəfərin üstünə. İndi götürək ki, qatar gəlir, amma bir nəfər yuxarıdadır. Sən də görürsən ki, 5 nəfərin üstünə gələcək. Çox yaxşı adamdır, elə bunu itələsək, qatar dayanacaq. Bir nəfəri itələməyi kim seçər? Həmin o kök yoldaşı. Yoxsa elə buraxarsınız özlərində bir keçsində mənim nə işim var? Kim burada bir nəfəri, kök adamı yaxşı oturub körpüdən baxamanı gəlib təriyər ki, 5 nəfər ölməsin, böyle geçsinlər. Necə müəyyənləşdirilir ki, onu tərəf? Siz durmuşsunuz seçimdir. Bax, o görürsünüz ki, qatar gəlib 5 nəfəri burada öldürəcək. Burada da bir nəfər elə baxır ora. Köklü bilirsiniz ki, bunu tələsiz edək, qatar bundan dayanacaq. 6-24. Seçən olacaq. Burada kimin iradəsi idi? O da qatarın üstündə. Qatar üstünü sürürdü. Aynen. Məncə amma 5 nəfəri də öldürsən, bir nəfər də öldürsən, orada məqsəd eyni. Nədir? Öldürməkdir. Bəli, öldürməkdir. Çünki yəni tormozu dediyiniz kimi işləmir də. İkisi arasından birindən seçim edilməz. Bəs niyə siz burada birini seçim edirsiniz rahat? Qatarı döndürərsiniz, biri ölür. İkinci seçimdə də eyni nəticə baş verəcəkdir. Amma burada eyni nəticə. burada itələmirsiniz. Deyirsiniz ki, o böyle görsün mənim nəyim var. Baxır da. Orada siz arasında qalır. Amma Yaxşı, yəni belə danışaq. Başqa bir əldə seçimi çətinləşdirək. Bu 5 nəfəri baxın, nədir? Həmçinin obyektiv mənada bəli. Ümumiyyətlə, məhkəmə hüququ özü son vaxtlar yaranan bir sahədir, çox geniş sahədir. Yəni, əvvəlki ənənəvi tədris hissələrində məhkəmə hüququ sözünə ayrıca rast gəlmək mümkün deyil. Hətta biz oxuyanda da məhkəmə hüququ digər bir hüquq sahəsi və ya ümumiyyətlə bir sahəni tədris edilməmişdir, keçməmişdir. Əslində, bu bir elmi anlayışdır. Elmi anlayışda geniş mənada. Yəni, məhkəmə ilə bağlı olan nə qədər prosedur varsa, hüquqların pozulması, azadlıqlarla bağlı olan, hüquqların təmin olunmasından bağlı olan, həmçinin məhkəmələr haqqında icraatda, həmçinin məhkəmələrin təşkili, məhkəmələrin fəaliyyətinin idarə olunması, böyük sahələri əhatə edən böyük bir sahəni əks etdirir və ailəmizdə də məhkəmə prosesi, görürsünüz, məhkəmə hüququ və məhkəmə prosesi anlayışları yanaşı işlənilir. Amma maraqlı bir məsələ odur ki, bu məhkəmələrin tarixi hardan gəlir? Sizcə məhkəmənin tarixi nə vaxtdan başlayır? Bunun ideyası olan var. Buyurun. Mən xarici ölkələr hüquq tarixlərini keçmişəm və onunla belə bir düzməclik eləyəcəm. Yəni, həmin dərslikdə biz öyrəndiyimizə görə ilkin bu hüquq sivilizasiyaları ilə yadından tarixən bilən ilkin dövlət Misirdən götürüldü. Və Misirdə də həmin mövzuda bir hüquq necə adlanmasından asılı olaraq insan tarixinə qədərdirsə, məhkəmələrin də tarixi bir o qədərdir. Alban xristianlıq dövründə kilsələr bu funksiyonu yerinə yetirir. Sonra İslam qəbul olduqca divan, qazılar və bir müddət sonra
İslamın təsiri yavaş şartlardan biri də həmin dövrdə aparılan islahatlar olub ki, hələ o dövrdə anti-iclasçılara qədər vəkil, prokuror, yəni siz indi gördüyünüz Amerikan filmlərində dövlət ittihamçısı və vəkil hansı münasibətdə olursa, o məhkəmə palataları yarandı. O da bir instansiya idi, yəni məhkəmə palatası ağır və xüsusilə dövləti cinayətlərə baxırdı. Digər hissələrdə isə qismən apellyasiya funksiyasını yerinə yetirirdi. Sovet vaxtında bu biraz da təkmilləşdi və həmin dövrdə də əslində Azərbaycanda 2 pilləli, amma ümumi Sovetlərdə götürsək, SSR Ali Məhkəməsi də 3-cü instansiya kimi belə bir məhkəmə funksiyasını yerinə yetirməyə başladı. Maraqlı isə yoldaşlıq məhkəmələri ilə bağlıdır ki, biz buna toxunacaq sizlə ki, bu yoldaşlıq məhkəmələri nədir? Yəqin siz şahid olmasanız da eşidə bilərsiniz. Daha sonra biz toxunarıq mediasiya məsələsinə.